vaxtınız xeyir olsun. Deməli, mən qardaşım Kamranla bu günləri Şəki rayonuna inşallah gedirik. Şəkinin gözəl mənzərələrini, gözəl yerlərini çəkmək istəyirik inşallah. İnşallah sağlıq olsun. Oradan sizinlə görüntüləri paylaşacağım. Kamran inşallah bu günləri Şəkiyə. İnşallah Şəkiyyədə olmamış. Biz Şəkidə olmamışıq. İnşallah ki gözəlliklərlə qarşılaşarıq. Nə ilə qarşılaşmış olsaq, inşallah orada çəkib sizinlə paylaşacağıq. Sağlıq olsun Kamran inşallah. İnşallah gözəl görüntüləri sizlə paylaşacağıq. İnşallah. Salam əziz dostlar. Biz hal-hazırda Şəki şəhərinə çatdıq. Artıq Şəkidəyik. Şəkinin girişidir bura. Gözəl dağ mənzərələri buradan görsənir. Gözəl mənzərə açılır burada. İndi biz yolumuza davam edirik inşallah. Bura Şəkinin girişidir. Girişir. İnşallah buradan bu yolla davam edəcəyik. İnşallah. Gedək inşallah Şəkinin o gözəl yerlərini, gəzməli yerlərini çalışaq gəzək. İnşallah yolumuz açıq olsun. Əziz dostlar, biz artıq Şəkinin Kiş kəndinə çatırıq. Çox gözəl təbiəti var, çox gözəl insanları var. Ümumiyyətlə Şəki cəmaatı çox qonaqpərvər, çox insanları çox səmimi. Burada Alban məbədi var, onun yanından keçirik. Gözəl təbiəti var buranın. Çox maraqlı insanları var. Gördüyünüz kimi Kiş çayının yanındayıq. Burada saxladım, buranı da görüntüləmək istədim. Burada da buradan dağlar görsənir. Bura Kiş çayıdır. Əziz dostlar, biz Kiş kəndindəyik. Çox gözəl havası var, çox gözəl mənzərəsi var. Burada Kiş kəndində Alban kilsəsinin yaxınlığında heykəltaraşlıqla məşğul olan bir insan olub. Artıq bir ildir ki, vəfat edib, bizim aldığımız məlumata görə. Onun kiçicik taxtadan heykəllər var orada, gözəl görkəmə malik. Bu haqda məlumatım var, indi inşallah ora gedəcəyik. Bura Kiş kəndidir. Bax, bu hissəni çəkin.
gözəl əl işləri. Burada heykəlciklər var. İnşallah düşüb burada təşkil etmək istəyirəm. Əziz dostlar, deməli çox gözəl əl işləridir. Bunlar taxta materialından hazırlanır. Taxta materialından hazırlanıb, bax bunu yaxından götür. Çox gözəl. Hər birində üzərinə şəki yazılıb. Burada şəki, bəzilərinin üzərində şəki yazısı var. Burada misal üçün Kiş kəndi, hal-hazırda biz Kişdəyik. Kiş kəndinin yazısı var. Sonra burada belə gözəl qartal var. Çox gözəl görünüşə malikdir. Ev var da burada. Divardan asmaq Bu asıldan üçün, asıldan üçün. Çox gözəl. Deməli, bunu hazırlayan insan dünyasını dəyişibdir. Adını zəhmət olsun. Xas Məmmədov Azər. Allah qəni-qəni rəhmət eləsin. Yəni onun əl işləridir. Kimsə əgər bura gəlsə Kiş kəndinə Alban kilsəsinin yanındadır. Alban kilsəsini keçdikdən sonra biraz qarşı tərəfdə yolun sağında elə qapının qarşısına bu gözəlliklər, bu əl işləri düzülübdür. Ondan bax, burada belə bir şey var. Buna bax. Çox gözəl bax, qeyri-adi. Görürsən? Səs yaxından çək. Çox gözəl. Çox. Bunlar satılıqdır. İndi bunların hər birinin özünün qiymətləri var. Böyük zəhmət tələb edir bunları hazırlamaq üçün. Zəhmət bahasına başa gələn şeylər. Bunlar çox böyük zəhmət tələb edən şeylərdir. Deməli, bunun misal üçün qiyməti əllə işlənmədir. Görürsünüz, gözünə qədər, filanına qədər qaşla, filanla düzülür. Misal üçün, bunun qiyməti 30 manata bunu verirlər. Düzdür, əslində bunun qiyməti yoxdur. Yəni, əl işidir, zəhmətlə hazırlanan bir şeydir. Amma yəni belə şeylər həqiqətən də çox gözəl, çox xüsusi. Burada belə bir şey var. Bunu yaxından götür. Təyyarə var burada. Yaxından götür bunu. Gözəl var. Çox gözəl görkəmə malikdir. İçəridə deməli, baxın, burada da xüsusi görkəmə malik. Bizim milli, misal üçün, bax, sazımızdır. Sazdır. Misal üçün. Çox gözəl, qeyri-adi görkəmə malikdir. İlan da var burada, görürəm. Çox şey satıldı. Buna bax. Çox şey, nə gözəlləri satmışam, prosto seçilidir. Divardan asılmaq üçündür. Güzəlliyi yaraşır. Neçənci il rəhmətə getdi? Keçən il, bir il. Allah rəhmanında yeni rəhmət. Təzə. Deməli, insanlar dünyasını dəyişir, amma onların yaratdığı əsərlər daima yaşayır. Saxlayacam o. Bəli, Birazdan saxlayacam. rəsm əsəridir, belə heykəltaraşlıqdır, belə gözəllikləri yaradanda həqiqətən də bu uzun ömürlüdür. Bu şeylər qalan şeylərdir, tarixi şeylərdir. İndi bunlar da Bakıdan gələnlər, turistlər alırlar, aparırlar öz evlərində illərlə yəni saxlayırlar. Tarixdən gələnlər var. Amerikadan, bir də görsən İngiltərədən, haralardan gəlirlər. O qədər apardılar. Bütün dünyanın hər yerində var da demək olar. Şəki, kiş. Kirpidir bax bu. Çox gözəl. Hər yerdə var bu əl işləri. Dünyanın o qırağında. Buraya turistlər çox güman ki gəlirlər. Bu bülbüldür. Satılar yaratdı. Gülə qonubdur. Bax, çox gözəl. Çox gözəl görkəmi malikdir bu əsər. Bunlar əsərdir həqiqətən. Bir dənə də var, o sizin qabağınızda var. Burada 2 dənə gördüyünüz kimi quş növüdür. Gülə. Bunu belə. Çox gözəl. Bu saxsağandır. Saxsağandır. Bu da bülbül oxşur yəqin ki, biz bilmirik ola bilər. Deməli bunlar Xas Məmmədov Azər, Şövkət oğlunun əl işləridir. Allah rəhmət eləsin, qəni-qəni dünyasını dəyişib. Artıq bir il ki vəfat edib. Bu gözəl əl işləri baxın, tarkaman. Çox gözəl. Qeyri-adi əl işləridir. Görürsünüz Kiş kəndi. Altında da bax yazılıb Şəki rayonu Kiş kəndi. Təşəkkür edirəm. Allah kömək olsun. Sağ olun, var olun. Sağ olun. Əziz dostlar, deməli mən bayaqları çəkiş etdiyim yerdə, hansı ki orada gördüyünüz kimi gözəl əl işləri var idi. Bu əl işini mən oradan aldım. Yəni elə baha qiymətə deyil. Qiymətini açıqlamayacağam, amma qiymət onu bilirəm ki, bunun qiyməti yoxdur. Dəyərli bir Şəki, Kiş kəndi, Kiş.
Çox gözəl mənzərədir. Şəkinin həqiqətən də gözəl havası var, təmiz havası var. Çox gözəl. Belə gözəllikləri gəlməyə, görməyə dəyər əlbəttə ki. Allahın yarattığı bu gözəllikləri, bu təbiəti görmək çox zövq vericidir, çox. Kiş Adası restoranı var. Kiş Adası. Bayaqları dediyim o istirahət mərkəzinin adı Kiş Adasıdır. Elə Kiş kəndin adına uyğun olaraq nəzərdə tutulubdur. Eşkimiz peren inandım ayrılığa, inandım ayrılığa, inandım ayrılığa. Eşkimiz ne çok ederdik, zahmet gurbete giderdik, bilmezsin bilmezsin.
Əziz dostlar, biz Şəki Xan Sarayına gəldik, çatdıq. Deməli, Xan Sarayı Şəkinin tarixi mərkəzidir, burada da qeyd olunubdur. 2019-cu ildə Ümumdünya İrs siyahısına daxil edilir. Biz Şəki şəhərinin Xan Sarayındayıq. Hal-hazırda qapıdan daxil olduq içəriyə. Burada Burada belə bir görüntü ilə qarşılaşdıq. Arpa çayı açtı başdı. Deməli, əziz dostlar, biz Xan Sarayının yaxınlığındayıq. Yuxarıda Xan Sarayı yerləşir. Biz açıq səmada gəzmək üçün gəlmişik bura. Açıq havada Şəkinin təbiəti ilə maraqlanırıq. Çox gözəl yerdir, baxın buralara. Sonra Xan Bağı restoranı var burada. Bura ümumiyyətlə Xan Sarayıdır. Lap gözəl. Dostumu salamlayıram. Deməli, Şəkilli Xan Sarayının ətrafındayıq yenə. Burada qəribə, belə deyək, qolbaqlar, üzüklər. Misal üçün, burada qeyd edilmək, qadınlar üçün qolbaqlardır, poladdan boyun bağlardır, misal üçün. Bunlar neçədir, bu müştüklər? Bu yuxarıdakılar 12 manatlık var, 10 manata, 12 manata. Burada sazdır bu. Yaxından gedir. Adın necə oldu sənin? Ömər. Ömər, Allah bilir. Neçə yaşın var sənin? 15. Maşallah. Burada qalırsan özün? Mən Bakıda oxuyuram, amma qalmağa burada Lap yaxşı. Məktəb, orta məktəb. Lap yaxşı. Tütəklər neçədir belə tütəklər? Tütəklər bu təbii qamışdandır, bunlar 8 manatdır. Əziz dostlar, deməli mən ümumiyyətlə əl işlərini çox sevirəm. Bayaqlarda qeyd etdiyim kimi o əl işlərinə baxdıq. İndi isə Şəki Dövlət Rəsm Qalereyasındayıq. Baxın, şəkillər əl işləridir, əsərlərdir. Bunların müxtəlif qiymətləri var. Hər birinin özünün ayrıca öz qiyməti var. Misal üçün, bu əsəri mənim çox xoşuma gəldi, çox bəyəndim. Burada dənizdir, qızdır, dənizə baxır. Keçmiş dövrdə insanlar öz fikirlərini heykəltaraşlıqla gələcək nəsilə ötürüblər. Amma onların hər birini ötən keçən kitab oldu. Kitabla, yəni yazarlar kitabları ilə öz fikirlərini gələcək nəsillərə ötürüblər. Misal üçün, Dostoyevski kimi, Tolstoy kimi, bizim Azərbaycanın Qurban Səid, Məmməd Səid Ordubadi kimi yazarlarımız var. Nəsimi, Füzuli şairlərimiz var.
Allah onlara qəni-qəni rəhmət eləsin. Yəni Azərbaycanımızın çox gözəl ədibləri, çox gözəl yazarları var. Yəni ümumiyyətlə o gələcək nəsillə fikri ötürmək belədir ki, heykəltaraşlıqla, heykəllərlə qədim zamanlarda gələcək nəsil fikir ötürürdülər. Ondan sonra kitab gəldi. Kitab dövrü gəldikdən sonra artıq o heykəltaraşlıq biraz, yəni belə deyək də, öz qüvvəsini itirdi. Yəni artıq kitab heykəltaraşlığı keçdi. Məsələn, bu da əsərdir. Mən fikrimi bu cür ifadə etmək istəyirəm ki, yəni bunlar gördüyünüz bu rəsmlər, belə deyək, rəssamların öz xəyal dünyalarını, öz belə deyək, xarakterlərini, rəssamların öz xarakterlərini və fikirlərini rəsmlərdə ifadə etməsidir. Bu rəssamın daxili dünyasını ifadə edən gördüyünüz bu şəkillər, rəsmlər, həqiqətən də rəssamlar çox həssas olurlar, çox yəni bizim tanıdığımız rəssamlar da var. Çox həssas qəlbli olurlar. Çünki onlar çox incə işlə məşğuldurlar. Rəsmləri çox sevirəm. Əlbəttə bunların hər birinin özünün qiyməti var. Mən misal üçün burada da qiymətləri də qeyd edə bilərəm. 140 manatdır, əl işidir. Misal üçün 120 manatdır. Misal üçün qarşıda efektdir. Bax, 100 manatdır. Misal üçün qiymətlər var, 70 manatdır. Hər birinin qiyməti var. 70 manatdır. İndi burada necə ki bayaq qeyd elədim, bədii ədəbiyyatda yazarlar öz fikrini əsərləri ilə gələcək nəsil ötürürlər. Rəssamlar da öz rəsm əsərləri ilə gələcək nəsilə, yəni insanlara öz fikirlərini bu cür ifadə edirlər. İndi rəssam bunu seçdikdə hansı fikirlə, hansı xəyalla seçib, artıq bu rəssamın ruh halı ilə bağlı olan məsələlərdir, onun düşüncələri ilə bağlı olan məsələlərdir. Çox qəribə rəsmdir. Misal üçün bu fəlsəfi rəsmdir. Buna baxıb hər kəs bir şey düşünə bilər. Misal üçün burada bir xanım təsvir edilibdir. Saçlardır və bu saçlara diqqətlə baxdıqda burada kəpənək görürsünüz. Kəpənəklər. Burada. Saç kəpənək formasında çəkilib. Quruluş etibarilə belə. Çox gözəldir, çox maraqlıdır. Əziz dostlar, deməli mən hal-hazırda Xan Sarayındayam, Xan Sarayının ətrafındayam. Şəki çox gözəl yerdir. Hətta dahi fransız yazarı, hamımızın çox gözəl tanıdığımız Alexandre Dumas bir zamanlar bu gözəl diyara, Şəkiyə, yəni keçmiş adı ilə Nuxaya gəlir. 1858-ci ildə noyabr ayında Nuxaya gəlir və buranı öz əsərində təsvir edir. Buranın gözəlliklərindən, buranın insanları haqqında. Qafqaz səfər əsəriyle yəqin ki bir çoxumuz tanışıq. Keçmiş adı bayaq qeyd etdiyim kimi Nuxa olub. Sonradan artıq adı dəyişib Şəki rayonu olub. Burada gördüyünüz kimi qalanın divarlarıdır. Buradan dağ mənzərəsi asılır. Əziz dostlar, Şəki Karvansarayına gəlmişik. Biz də Karvansaraya daxil oluruq. Əziz dostlar, biz Karvansaraya daxil olduq Şəkidə. Bura Şəki Karvansarayıdır. Karvansaraya daxil olduq. Bir qədimi tarixi ab-hava var burada.
qədimi karvansaraydır. Mən ümumiyyətlə tarixi yerləri çox sevirəm. Tarixi abidələri, tarixi gəzinti yerləri çox sevirəm. Ona görə də bura gəldik. Əziz dostlar, bura 18-ci əsrə aid olan karvansaraydır. Buranı da gəlməyə, görməyə bizə məsləhət gördülər. Çox qədimi ab-hava var burada. Gördüyünüz kimi çox tikiliş, keçmiş qədimi tikilişdir. Tarixi yerdir. Yəni Şəkiyə gələnlər buranı gəlirlər, gəzirlər. Burada otel də var, birinci və ikinci mərtəbəsi oteldir. Yəni belə. Həyətin görkəmi də bu cürədir, forması da bu. Deməli, Şəki Karvansarayının ətəyində belə gözəl dükanlar var bir neçə. Buradan başa kimi dükanlar var. Qədimi əşyalar, misal üçün təsbihlər, baxa bilərsən buranın çək yaxından. Təsbihin uzunluğuna bax. Görürsən. Yəqin ki, bu divardan asmaqdan ötəri xüsusi görüntüyə malik olan təsbihlərdir. Bura gəl. Baxdan gözəl. Gözəl suvenirlər var. Qız Qalası suvenirləri. Azərbaycan milli atributları. Hər cür üzüklər var burada gördüyünüz kimi. Polad üzüklər var burada. Bunlar müştüklərdir. Müştük təmbəki içərisinə daxil edilir və istifadə olunur. Gördüyünüz kimi qəribə forması var. Qartal Paris. Baxın, belə gözəl Parisin qülləsidir bu. Parisin Eiffel qülləsidir. Bu da üzərində bu cürə quş qalıqdır. Qartal qəribə təsbih növləridir bunlar. Qəribə formada. Kvadrat şəkilli. Yenə Karvansarayın ətrafındayıq. Şanlara baxırıq. Yaxından götürürük. Bunlar bizim milli alətlərimizdir. Tar, kaman, qaval, arxasında Qız Qalası.
Deməli burada Karvan Şəki halvası. Karvan Əli Hüseyn Şirniyyat evi. Deməli daxil oluruq içəriyə. Burada Şəki deyəndə bizə bizim xatirimizə Şəki Dumdum halvası. Aha, budur. Halvası halvası. Bu nə oldu? Dumdum halvası. Dumdum halvası. Aha. Qoz fındık, badam, Bu şokoladlı halva. Bu ise bizim tanıdığımız halvadır. Bu üçüncü. Bu. Dədə baba halvası. Bu da bununla eynidir yoxsa eyni? Aha, biri qozludur, biri fındıqlıdır. Belə kutuda neçədir? yarım kilo oldu, qozla 5 manat. Aha. Qozla 5 manat, yarım kiloluğu fındıqla 4 manat. Bunlar alma sirkəsi, təbii üzüm sirkəsi. Bunlar sirkələrdir. Bunlar xüsusi bura üçün hazırlanır da bu halvalar. Karvan Şirniyyat evi. Yəni Şəkiyə gələnlər Karvansarayın ətrafında görəcəklər dükanlar var sırayla. Burada gördüyünüz kimi paxlavalardır. Deməli burada gördüyün kimi baniyələr də var. Şəki baniyəsi. Bunu yaxından çəkilir. Bunun bir ədədi 2 manat 50 qəpikdir. Sonra burada pişmaniyə, türk pişmaniyəsi tel halva gedir burada adı. Sonra deməli qozlunun qozlu şəki halvasının, dədə-baba şəki halvasının qozlusunun qiyməti 10 manatdır. Fındıqlısının isə qiyməti 8 manatdır. Deməli qozlu halvanın qiyməti 10 manatdır. Fındıqlı halvanın qiyməti 8 manatdır. Biz indi özümüz üçün biraz götürdük hərəsindən. Şəhərdə yoxlamaq üçün, dadına baxmaq üçün inşallah. Gəlin, məsləhətli yerdir, çox gözəl bizi qarşıladılar burada. Təşəkkür edirik, minnətdarım. Əziz dostlar, biz çəkilişimizi başa çatdırdıq. Şəki rayonunun bu gözəl ab-havası ilə, insanları ilə tanış olduq. Onlarla həmsöhbət olduq. Dağlıq zonaları gördük, dağlıq yerləri gördük. Bir neçə yerdə olduq. Çox gözəl təəssüratlarla ayrılırıq. İnşallah başqa bir bölgəmizi səyahətə, gəzintiyə çıxdığımız zaman yenidən inşallah çəkilişlərimizi sizlərlə paylaşacağıq.